Salam əziz yoldaşlar. Bugün Windows 10 əməliyyat sistemi ilə işləyən bir kompüteri masaüstü rejimindən tablet moduna, tablet rejiminə necə keçirə bilərik, onun haqqında danışacağıq və bir neçə üsul göstərməyə çalışacağıq. Əslində bir neçə üsul deməyək, yəni bu üsulların hamısı bir yerə gedib çıxır. Əsas üsul deməli nə edirik? Ekranın boş bir sahəsində mausun sağ düyməsini sıqqıldadaraq ekranın kontekst menüsünü açırıq. Ekranın kontekst menüsündə yer alan Display Settings, display ayarları bölməsinə keçid edirik. Bu bölməyə keçid edəndən sonra açılan pəncərədən sol paneldə yerləşən tablet əmrini görürük və bu əmrin üzərində bir dəfə vururuq. Daxil oluruq yəni bu hissəyə və burada Change Tablet Settings, dəyiş, yəni tablet ayarlarını dəyiş deyə bir əmr peyda olur. Üzərinə vururuq və açılan hissədə birinci düymə tablet mod düyməsidir. Bu düymə vasitəsilə tablet modu aktivləşdirə və ya söndürə bilərik. Hal-hazırda məndə off vəziyyətindədir, çünki məndə hal-hazırda sistem masaüstü rejimdədir. Bunu on vəziyyətinə gətirməzdən öncə aşağıdakı düymələrlə müəyyən tablet modu üçün müəyyən ayarları tənzimləyə bilərik. Müəyyən xüsusiyyətləri buradan tənzimləyə bilərik. Məsələn, bu ikisinə nəzər salaq. Hide App Icons on the Taskbar. Taskbarda proqramların, ikonların, simgələrin gizlət. On vəziyyətindədir. Yəni, hal-hazırda mən bunu tablet modunu aktivləşdirsəm, mənim burada olan piktogramlarım görünməyəcək. Avtomatikal Hide the Taskbar tablet modu üçün taskbar panelin ümumiyyətlə gizlət deməkdir. Bunu 10 vəziyyətinə gətirib tablet modunu açsam, tablet modunu da 10 vəziyyətinə getirsəm, taskbar paneli görünməyəcək. Gəlin tablet modunu aktivləşdirək. Aktivləşdiririk və gördüyünüz kimi taskbar paneli yoxa çıxdı, görsənmir. Bundan sonra X vurub cancel düyməsini belə deyə vurub o pəncərəni bağlayırıq. Pəncərəni bağlayandan sonra bizim ekranımız bu şəkildə görünəcək. Bu artıq tablet modudur. Tablet modundan necə geri qayıda bilərik? Stolüstü rejimi keçə bilərik. Tablet modundan stolüstü rejimi keçmək üçün sol tərəfdə yerləşən baxın bu settings düyməsi üzərinə bir dəfə vururuq. Və bu pəncərə bizə tanışdır. Windows 10 əməliyyat sistemi ilə gələn xüsusiyyətlərdən biridir. Buna vahid parametrlər pəncərəsi deyilir. Buradan sistem, baxın, sistem ayarları üzərinə vururuq. Sistem yazılan hissəyə daxil oluruq. Bura daxil olduq. Bura daxil olduqdan sonra bayaqki pəncərə ilə qarşılaşırıq və buradan tablet modunu yəni aktivləşdirmək üçün tablet və yaxud tablet modunu söndürmək üçün tablet düyməsi yer alır. Üzərinə vururuq. Yenə həmin hissəyə gəlib çıxırıq, daxil oluruq və buradan tablet modunu bağlayırıq. Tablet modunu bağlamazdan öncə taskbarı aktivləşdirək. Gördüyünüz kimi taskbar artıq göründü. Taskbar üzərindəki proqram simgələri isə görünmür. Onların da görünməsini bu düyməni off vəziyyətinə gətirməklə təmin edə bilərik. Çünki bu düymənin on vəziyyətində olması hide, yəni hide app, yəni proqram piktogramların gizlət. Bu on vəziyyətindədirsə, demək ki, o proqram piktogramları gizlənəcəkdir. Off vəziyyətinə gətiririk, artıq proqram piktogramları görsənir. Gördüyünüz kimi Windows 10 əməliyyat sistemində bu rejim, bu görünüş
masaüstü görünüşünə çox oxşayır. Buradan tablet modunu bağlaya bilərik. Off vəziyyətinə gətiririk. Artıq tablet modu bağlanmış hesab olunur. İkinci yol nədir? İkinci yol start menüsü üzərində mouse'un sol düyməsini bir dəfə çıqqıldadırıq və yenə vahid parametrlər pəncərəsinə daxil oluruq. Buradan yenə sistem, yenə həmin pəncərə açılır. Buradan tablet və bu hissəyə daxil oluruq. Tablet modunu yenə on vəziyyətinə gətirə bilərik. Bundan sonra üçüncü yol klaviaturadan Win və I düymələrini deməli eyni zamanda sıxa bilərik. Klaviaturadan Win, I. Win və I düymələrini. İndi bu İngilis klaviaturası ilə I gedir. Win I gedir bu düymə. Düymələr kombinasiyası. Deməli, bu düymələri vurduqdan sonra Win I yenə vahid parametrlər pəncərəsinə gətirib çıxaracaq və bundan sonraki yol artıq sizə məlumdur. Yenə tablet və bu hissəyə daxil olub tablet modunu aktivləşdirə bilərik. Bu qədər. Ümid edirəm ki, faydalı olar. Növbəti video izahlarda görüşərik. Sağ olun.